Demək, davam edirik 81-ci sualdan. I know, mən bilirəm. Mən baxıram ki, biz demişdik ki, everydir, anydir, some'dır. Bunlardan sonra isim gəlməlidir. About isə isim deyil, haqqında deməkdir, sözünüdür. Many'dən sonra isə cəm isim gəlməli idi. I know everything about the accident. Hadisə haqqında hər şeyi bilirəm. 82-ci sualda people sözü cəmdədir. Bilirsiniz ki, much, a little, little bunlar sayıla bilməyən tək isimlə işlənir. İçdən sonra ümumiyyətlə tək isim gəlir. İçdir, everydir, eitherdir. Qalıram, a lotdan sonra da isim gəlmir deyə all people olacaq, bütün insanlar. 83-cü sualda of ifadələrində əsas tərəf birinci tərəfdir. Baxıram ki, xəbərin was təkdədir. Əlbəttə ki, tək olan kimi olub, bosu çıxırsınız. Yəni 1 və 4 variantların hamısı çıxanda cavabınız elə 2, 3, 5 qalır. Yəni burada əsas məsələ of gördünüzsə, məsələn bax görürsüz of gördünüz. Nəinki of, başqa sözlərdə olanda biz bilirik ki, oflu ifadələrdə əsas tərəf birinci tərəfdir. Xəbərin was məsələn təkdədirsə, avtomatik cəmləri çıxıram. Everydən sonra da of gələ bilmir deyə B variantı məsələn qalır. 86-cı sualda da görürsüz of ifadələrinin əsas tərəf birinci tərəfdir. Yəni aktyor sözünün bizim üçün heç bir əhəmiyyəti yoxdur burada. Were xəbər cəmdədirsə, onda təkləri çıxıram. İçdir, everydir. Everydən sonra ümumiyyətlə of gələ bilməz. Everyone'dır, təki bildirir bu da. Sonra törəmələrdən sonra someone, somebody, something, somewhere, anyone, anybody, anything, anywhere, no one, nobody, nothing, nowhere. Onlardan sonra of gəlmir deyə cavab B variantı qalır. 84-cü sual isə biraz fərqli tipdir. Necədir? Tərcüməyə əsaslanır. Məsələn, burada nələr tapa bilərsiniz? Məsələn, everybody hər kəs deməkdir. Someone kimsə deməkdir. Anybody ancaq sual və inkar cümlələrində işlənir. All hər kəs deməkdir. Nobody də ki, heç kim deməkdir. Məntiqli uşaq baxışlar ki, hər kəs, kimsə, hamı, bunlar hamı eyni mənanı verir də. Demək ki, burada bir inkarlıq var. Heç kəs. Deyir ki, 84-də heç kəs mənə təbrik eləmədi uğuruma görə. Mən də çox məyus oldum. 84-cü sualda Y variantıdır. 87-də yenə of var, görürsünüz. Sonra of ifadənin əsas tərəf dedik, birinci tərəfdir. Birinci tərəfdir, lap yaxşı. Xəbərim də word cəmdədir. Onda gəlin təkləri çıxaq. Cavabına görə 1, 2, 3, B variantı qalır. 88-ci sualda indi of elə bir ki, cümlə variantların içində gizlənib. Həsdu bilirsiniz ki, təki bildirir də. Məsələn, all cəm bildirir, boss cəm bildirir deyə cavabınız 1, 2 qalır. 89-cu sualda places sözü cəmdədir. 87, 88 bu tipi testlər edə bilmək üçün birinci qayda dəftərində var. Most, all, boss, bir də some olan ifadələrində əsas tərəf birinci tərəfdir. Yaxşı, demək, bunların da xəbəri həmişə nədə olur demişik, cəmdə olur. Amma each, one, none, bir də neither olanların xəbəri isə təkdə olur. Yəni, qayda əslində çox asandır. Bir dənə cümlə əzbərləyirsən, bütün testi işləyirsən. Sadəcə siz tənbəlsiz uşaqlar. Places sözü cəmdədir. İçdir, everydir, eitherdir, neitherdir. Bunlara sonra tək isim gəlir. Some qalır bir dənə. Site sözü cəmdədir. İçdir, everydir, anotherdir, eitherdir. Tək isimlə işlənir deyə A variantı qalır. Site sözü cəmdədir yenə. Each, every, either, another C variantı qalır. O ifadələrində əsas tərəf birinci tərəfdir. Has təkdədir deyə mən də təkləri seçəcəm. Some cəmdədir, boss cəmdədir. Cavabım 1, 4, 5 qalır. C variantı. O ifadələrində yenə əsas tərəf birinci tərəfdir uşaqlar. Baxıram ki, has təki bildirir. Onda cəmləri çıxıram. Some, boss, all çıxanda 1, 3 D variantı qalır. Gəldim 94-də. Of var burada. Biz də demişik ki, uşaqlar törəmələrdən sonra qətiyyən of gələ bilməz. Ona görə variant çıxdı. İndi hələ işini tapmadım. İkinci tərəfə baxıram ki, place. Place yer deməkdir, isimdir. Törəmələrdən sonra isim də gələ bilməz. Onda cavab Y variantı qalır. 95-ci sualda yenə of var. Of varsa uşaqlar törəmələrdən sonra qətiyyən of gələ bilməz deyə. Nasıl tapdıq bunu? 96 biraz çətin gələ bilər. Əslində çətin deyil. Bundan əvvəlki videomuzda demişdik ki, törəmələr var ya, someone, somebody, something, somewhere, anyone, anybody, anything, anywhere, no one, nobody, nothing, nowhere, everyone, everybody, everything, everywhere. Bunların xəbəri təkdə olur. Görürsünüz, təkdədirlər. Amma bu all var ya, all. Bu all da, all'un xəbəri amma cəmdə olur. Çünki hamı deməkdir. Məsələn,
Elə bil ki, all hamı deməkdir. Everybody də hər kəs deməkdir. Maraqlıdır ki, everybody xəbəri təkdə olur törəmədə axı. Amma all'un xəbəri cəmdə olur. Onun xəbəri cəmdə olursa D getdi, C getdi, A getdi, Y getdi, B variantı qaldı. Baxın, were var burada. Törəmələrin xəbəri nədə olur? Təkdə olur. Qalsın bu. Burada isə was var. All'un xəbəri nədə olur? Cəmdə olur. Ona görə o da çıxdı. Everydən sonra da tək isim gəlməli idi axı. Bu isim deyil. Ona görə C variantı qalır. O ifadələrinə əsas tərəf birinci tərəfdir. Aha, baxıram ki, uşaqlar törəmələrdən sonra ümumiyyətlə of gələ bilməz. Everydən sonra of işlənə bilməz. Sonra ikinci tərəfə baxıram. Everydən sonra isim gəlməlidir, amma isim görmürəm. Ona görə A variantını götürürəm. Görürsünüz, hələ mən bir cümləni tərcümə eləməmişəm. Çox maraqlıdır. İndi bir dənə 99-cu cümləni bəlkə tərcümə eləməyə ehtiyacım qalacaq. Yəni, söz zəif bilən uşaq heç deməsin ki, mən bu testi işləyə bilmirəm. Sudur, uşaqlar, bu sudur. 99-cu sualda blame Jack, Jack'i günahlandırdı. Nəysə də uzun sözün qısası. Burada every'ni çıxırsınız, çünki every'dən sonra isim gəlməlidir. Anyone çıxırsınız, çünki anyone sual və inkar cümlələrində işlənməlidir. Qalıram 3 dənə variant arasında, 3-ü də mənə baxır. Mən də bundan sonra tərcümə bacarıqlarımı işə salmalıyam ki, günahlandırıcı Jack'i, çünki o günahsız idi. All-la everybody eyni mənanı verir. İkisi də hər kəs deməkdir. Demək, ikisi də deyil də. Yəni, burada heç kəs Jack'i günahlandırmadı, çünki o günahsız idi. Günahkar deyildi də. 100-cü sualda yenə of ifadələrində əsas tərəf birinci tərəfdir uşaqlar. Xəbərin were cəmdədir. Onda one təki bildirir, each təki bildirir. 1, 2, 5 cavab qalır C variantı. Yəni of ifadələrində əsas tərəf birinci tərəfdir. Were cəmi bildirir. One, içi çıxıram. 3, 4, 5 cavab qalır B variantı. 102-ci sualda were cəmi bildirir. İç çıxır, one çıxır. 1, 2, 5 qalır B variantı. Nə asan deyilmiş bu belə. 103-cü sualda were yenə cəmi bildirir. İç çıxır, one çıxır. Demək, both the friends, all of the friends, some of the friends. 1, 3, 5 cavab qalır C variantı. 104-cü sual of ifadələrində əsas tərəf birinci tərəfdir. Has təki bildirir. Neither, one, every bunlar təki bildirirlər deyə. Düzgün cavabım qalır mənim. Bir dəqiqə. Neither of the... yox. Təki bildirir. Beynim yandı. Təki bildirirsə uşaqlar cəmləri çıxacaq. Cəmləri samla bosu çıxıram. 2, 4, 5 Y variantı doğru cavabdır. Were cəmi bildirir. Ona görə yenə təkləri çıxıram. 1, 3, 5 A variantı qalır. Were yenə cəmi bildirir. Cəmi bildirirsə uşaqlar. Cəmi bildirən kim o dəqiqə variantlardan each, every, none, bir də neither axtarın. İçi tapdım, every'ni tapdım. 2, 3, 5 qalacaq cavabım B variantı. 107-ci sualda problems deyir. Problems problemlər deməkdir. Another'dan sonra sayılan tək isim gəlir. Others isimləşib deyə ondan sonra isim gələ bilməz. Cavab qalır C variantı. 108-də vacancies boş yerlər deməkdir uşaqlar. Boş yerlər sözü cəmdədir deyə. Every'dən sonra cəm gəlməz. Others'dan sonra ümumiyyətlə isim gəlməz. Another'dan sonra sayılan tək isim gəlməlidir. Cavab qalır D variantı. Yəni, o ifadənin əsas tərəf birinci tərəfdir. Was təki bildirir uşaqlar. Ona görə both, all, samı çıxıram. Çünki onlar cəmi bildirirlər. 1 ilə 4 A variantı doğru cavabdır. 110-cu testə baxıram. O ifadələrində yenə əsas tərəf birinci tərəfdir. Was təki bildirir. Was təki bildirirsə both, all çıxır bizdə. Every'dən sonra da of gəlmir deyə çıxır. Yoxsa every'də təki bildirir. 3, 5 qalır C variantı. Yenə were cəmi bildirirsə 1, 2, 3 düzgün variantdır. B variantı. Çünki were-dirsə most, all, both, some. Məsələn, görürsünüz, were-dir. Yenə some, both, all. Cavab olacaq bizdə 2, 4, bir də 5 A variantı. 113-cü testdə baxın, words isimdir də, düzdürmü? Hamısı uyğun gəlir. İndi bu biraz çətin tipli deyərdim də sizə. Məsələn, every tək işləyə bilmir. Every'dən sonra isim işlənməlidir, yoxdur. Demək, indi mən də baxıram ki, nobody-ni mən bura qoysam birinci tərəfə də, ikinci tərəfdə no qoysam bir cümlədə 2 inkar olar. Ona görə götürmürəm onu. Sonra, indi deyir ki, buradan o tərəf tərcümədir də, deyir ki, otaq tamam sakitçilik idi. Heç kəs heç nə demirdi. Yəni, burada mənaya görə heç kəs heç nə demirdi. Çünki C variantına qoysaz, kimsə nəsə deyirdi. Onun dəxisi var. 114-cü sualda giz qazlar deməkdir uşaqlar. Cəmdədir. İçdən, either'dən, every'dən sonra tək isim gəlir deyə. Düzgün cavabımız 1, 2, 3 C variantı olacaq.
Oxen sözü öküzlər deməkdir, cəmdədir, either'dır, each'dir, every'dir. Bunlar tək isimlərlə işlənənləri A variantıdır. Sonra bu cümlə inkar cümlədir. İnkar cümlədə some ola bilməz, bir cümlədə iki inkar ola bilməz. Some inkar cümlədə işlənə bilməz deyə Y variantı qalır. 117 yenə inkar cümlədir. Bir cümlədə iki inkar ola bilməz, some inkar cümlədə işlənə bilməz. 118-də every'dən sonra isim gəlməlidir, some'dan sonra isim gəlməlidir. Şöyle everybody ilə də all dedim ki, eyni məna verdi. İkisi də hər kəs deməkdir. Deyir, mən bir neçə dəfə zəng elədim, amma heç kəs cavab verə bilmədi. Nobody. 119-da has təki bildirir uşaqlar. Has təki bildirir sonunda bossla all çıxır. 3-4 qalır B variantı. Və 120-ci sualda didn't inkar var deyə bir cümlədə iki inkar ola bilməz. Some inkar cümlədə işlənə bilməz. Any də tək işlənə bilmir axı. Any'nin yanında mütləq isim lazımdır. Ona görə anybody qalır. Qapını açdım, amma otaqda kimsə görmədim.